videoya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Səs iştirakçısı Emil Kadyrov dələduzluq ittihamı ilə saxlanılıb. Maşa istinadən xəbər verir ki, müğənni Emil Kadyrov Pushkin kartası ilə bağlı dələduzluqda şübhəli bilinir. İstintaqın iddiasına əsasən 31 yaşlı müğənni Eldar kino konsert zalının bədii rəhbərinin müavini Yelena Gurko ilə birlikdə saxta konsertlər təşkil edib. Onların dələduzluq planı belə olub, Kadyrovun güya Eldar konsert zalında çıxış edəcəyi elan olunub, biletlər Pushkin kartı ilə alınıb, amma konsertlər baş tutmayıb. Beləliklə, dövlət büdcəsindən kino konsert zalına külli miqdarda pul köçürülüb. İstintaqın hesablamalarına görə, ümumi ziyan 1,3 milyon rubl təşkil edir. Hüquq mühafizə orqanları şübhələniblər ki, Kadyrovun konsertlərinə yalnız dövlət hesabına biletlərin alınması diqqət çəkir və Pushkin kartı olmayan tamaşaçılarla maraqlanmayıb. Bu səbəbdən müğənninin evinə xüsusi təyinatlılar gəlib və Moskva İstintaq Komitəsi külli miqdarda dələduzluq faktı üzrə cinayət işi açıb. Qeyd edək ki, Emil Kadyrov 25 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbini klassik gitara ixtisası üzrə bitirib.